Bugün bildiğimiz gibi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xüsusi təxniyatlı qüvvələrin yaradılmasının növbəti ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimiz Ali Baş Komandanı Azərbaycanın 20 illik yeni bir dövrünün tarixini yazmış, tariximizə 21-ci əsr tariximizə Qurtuluş dahisi Azərbaycan xalqının xilaskarı olaraq daxil olmuş, dünyanın hərbi siyasi tarixinə yenilər bəxş etmiş, hərbi siyasi sahədə, eyni zamanda ideoloji müharibələr tarixində yeni bir dövrün başlanğıcını qoymuş, əsaslarını qoymuş Prezident Cənab İlham Əliyevin 2019-cu il 30 aprel tarixli fərmanına əsasən ordumuzun tərkibində xüsusi təyinatlı qüvvələr yaradılmışdır. Adından da bəlli olduğu kimi, xüsusi təyinatlı qüvvələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində olan vətənpərvər, ən yüksək hərbi hazırlığa malik olan, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini yüksək səviyyədə qorumağa layiq olan və eyni zamanda yüksək vətənpərvərlik ruhunda formalaşmış, inkişaf etmiş gənclərimizdən, hərbçilərimizdən təşkil edilmişdir. Bu qüvvələrin Azərbaycan ordusu tərkibində fəaliyyəti Azərbaycan xalqı və dövləti Silahlı Qüvvələrimiz Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir və dəyərləndirilir. Yəni ki, qələbənin əldə edilməsində digər silahlı qüvvələr növü kimi ən əsası isə xüsusi təyinatlı qüvvələrin əsgərləri bu müharibədə xüsusi xidmətlər göstərərək qələbənin əldə edilməsində, sülhün əldə edilməsində, düşmənin məhv edilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, işğal altında olan torpaqların işğaldan azad edilməsində xüsusi xidmətlər göstərmişdir və Cənab Prezident də öz çıxışlarından qeyd etmişdir ki, mən xüsusi təyinatlıların fəaliyyətini yüksək qiymətləndirirəm. Bunların vətənimiz qarşısında, xalqımız qarşısında çox böyük əvəzsiz xidmətləri vardır. Düşmən xüsusi təyinatlıların adı gələndə tir-tir əsməyə başlayırdı. Onlar qorxu içində yaşayırdılar, həyəcan keçirirdilər. Yəni onların adından belə qorxurdular. Bu o deməkdir ki, Azərbaycanın silahlı qüvvələri müasir tariximizdə, 21-ci əsr dünya tarixində ən güclü ordular sırasına daxildir. Yəni bu Azərbaycanda hələ 1993-cü il 15 iyun tarixindən müasir Azərbaycan dövlətinin iqtisadi əsaslarını müasir dövrümüz görür və düşünülmüş kimi hələ 70-ci, 80-ci illərdən qurub yaratılmış və xalqımızın təklif tələbi ilə 1993-cü il 15 iyun tarixində yenidən hakimiyyətə gəlmiş Heydər Əliyevin fəaliyyətə başladığı illərdən, yəni Qurtuluş günündən əsası qoyulmuş və bu dövrdə Cənab İlham Əliyevin bu siyasi kursu davam etdirməsinin, uğur davam etdirməsinin məntiqi nəticəsi olaraq, yəni 2003-cü ildən etibarən 93-cü ilin 15 iyun tarixindən start götürən Heydər Əliyev siyasətinin davamı olaraq 2003-cü ildən xalqımızın ümumi rəyi dəstəyi ilə həyata keçirdiyi uğurlu və səthi-yönlü düşülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının, Azərbaycan ordusunun verdiyi dəstəyi məntiqi nəticəsi olaraq və ölkəmizdə formalaşmış, inkişaf etmiş vətəndaş həmrəyliyinin, sabitliyimizin dünya miqyasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinin məntiqi nəticəsi olaraq Ermənistanın, ermənilərin, Ermənistan Respublikasının hələ 1920-ci illərdən başlayaraq, yəni Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra
Azərbaycanın Rusya Sovet Sosialist Respublikasının tərkibinə daxil edilməsindən, Sovet dövlətinin müttəfiq respublika kimi daxil edilməsindən sonra, tərkibinə daxil edilməsindən sonra həyata keçirdikləri uzun müddətli siyasi xəttin, ideoloji müharibənin, yalancı ideoloji müharibənin nəticəsi olaraq hələ 87-ci illərdə bu siyasətin davamı olaraq Qarbaçovun şəxsində ermənilərin planlarının həyata keçirilməsi istiqamətində həyata keçirdikləri ideoloji müharibənin davamı olaraq 90-cı illərdən, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycan Respublikasının ərazilərine qarşı həyata keçirdikləri təcavüz, işğal, soyqırımı, deportasiya siyasətlərin nəticəsi olaraq, yəni ermənilərin Ermənistan Respublikasının, Rus imperiyasının, Sovet imperiyasının, Sovet komünist rejiminin hərbi siyasi dəstəyi ilə həyata keçirdiyi mübarizənin, 70 illik mübarizənin nəticəsi olaraq Qarabağımızı işğal etmələrinə baxmayaraq ölkəmizdə həyata keçirilmiş siyasətin məntiqi nəticəsi olaraq qeyd edildiyimiz kimi Azərbaycan ordusu tez bir zamanda işğal olmuş torpaqları 44 gün ərzində işğaldan azad etmişdir və bir günlük antiterror əməliyyatlarında Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Və bu müharibədə su təyinatlı qüvvələrin tərkibində hələ müharibə qədərki dövrdə snayper yarışlarında, dünya miqyasında, ölkələr arasında yarışlarda birinci, ikinci yeri tutmuş hərbi snayper yarışlarında isə yüksək nailiyyətlər əldə etmiş Sabit Hümbətoğlu Hüseynov xüsusi xidmətlər göstərmişdir. Azərbaycan Prezidentinin Silahlı Qüvvələrimiz Ali Baş Komandanı Cənab İlham Əliyevin su təyinatlı qüvvələr qarşısında qarşıya qoyduğu məsələləri, hərbi tapşırıqları şərəflə, vicdanla yerinə yetirmişdir və komandanlığın qarşıya qoyduğu məsələləri hərbi qulluqçu olaraq şərəflə, vicdanla yerinə yetirmiş və bu günümüz, sabahımız, gələcəyimiz üçün Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün, Azərbaycanın dünya miqyasında mövqeyinin daha da möhkəmləndirilməsi üçün Azərbaycanın və onun xalqının qürurunun yüksək səviyyədə tam şəkildə dünya miqyasında özünə qaytarılması, tam şəkildə bərpa olunması üçün Sabit Hümbətoğlu Hüseynov bu müharibədə xüsusi qəhrəmanlıqlar nümayiş etdirmişdir və ən yüksək səviyyədə dövlətimiz tərəfindən bunu döyüş yoluna qiymət verilmişdir və bir sıra orden və medallarla tərtib edilmişdir. Hələ Səngər generalı olan Polad Həşimov özünün vaxtilə qol saatını zabidə bağışlamışdır və onun ev muzeyində hazırda saxlanılır. Sabit həqiqətən müasir dövrümüzə Azərbaycanın milli qəhrəmanı olaraq daxil olmuşdur. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi uğrunda ən yüksək zirvəni fəth etmiş, əbədi yaşarlıq zirvəsini ucalmış hər bir şəhidimiz Azərbaycanımızın milli qəhrəmanıdır, Vətən müharibəsi qəhrəmanıdır. Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət tükənməzdir. Yəni ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün milli sərvəti olduğuna görə bu sərvəti xalqa qaytaran şəhidlərimizin hər biri və o cümlədən 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etmiş 3000 nəfərdən artıq şəhidimizin hər biri müasir dövrümüzə Azərbaycanın milli qəhrəmanı daxil olmuşdur. Yəni, hər bir şəhid ailəsi eyni zamanda şəhidlərimizin qəhrəmanlarıdır. Yəni, milli qəhrəmanı böyüdən, vətənə bəxş edən, bu günümüz üçün, gələcəyimiz üçün onları formalaşdıran atalar, analar həqiqətən müasir tariximizə milli qəhrəman olaraq daxil olmuşlar. Yəni ki, bu dövrü
Zabit kimi qəhrəman yiğit oğullarımız, millərlə oğullarımız bizə bəxş etmişlər. Biz onları daima çevrilməlidir. Daim biz onlarla birgə olmalıyıq. Yəni şəhidlərimiz əbədi yaşardılar. Düşüncələrimizdə, baxışlarımızda, qanımızda, canımızda, bütün həyatımızda canlı olaraq yaşayır birgə onların ürəkləri, qəlbləri döyünür. Bizim də ürəklərimiz, qəlbləri birlikdə döyünməlidir. Vətənlə, xalqla birgə olmalıdır. Biz əldə etdiyimiz bu böyük nailiyyətlərə görə, qələbəyə görə şəhidlərimizə borçluyuq. Onları qəhrəmanlıqda böyüdən analara, atalara borçluyuq. Ona görə də hər bir şəhid ailəsinin problemlərinin həll edilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Yəni ki, şəhid ailələrinin bakları olan borçlarının ödənilməsi dediyi, şəhid ailələrinin sosial problemlərin həll etmək üçün bir sahə ayrılsınlar ki, həqiqətən şəhid ailələrinin kanunlar xərclərinin ödənilməsi üzrə bir komissiya təşkil olunsun, bir qurum yaradılsın ki, məsəl üçün digər istiqamət avtomatlaşdırılmış şəkildəki şəhid ailələrinin tutaq ki, qaza, işığa, bakları olan borçlanılması üçün onlara mesaj getməlidir və ödəniş həyata keçirilməlidir. Yəni şəhid ailələrinin, onların sosial problemlərinin həlli istiqamətində, dövlət səviyyəsində çox böyük həyata keçirilir. Biz bunu yüksək qiymətləndiririk. Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Başkomandanı Azərbaycanın 21-ci əsr tarixinə Zabit Himmətoğlu Hüseynov kimi millərlə şəhidlərimizin qəhrəmanlığı sayəsində onların canı bahasına, qazilərimizin qanı bahasına, ordumuzun gücü ilə yeni bir Azərbaycan Respublikası yaradaraq dünyaya təqdim etmiş, dünya miqyasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirilmiş və qüdrətli, güclü, hətta belə NATO blokuna daxil olan ölkələrin, silahlı qüvvələrindən çox böyük gücə malik olan ordu yaratmış Azərbaycan xalqının qurtuluş dahisi, dünya miqyasında siyasi xadim Cənab İlham Əliyev qorusun, Allah ordumuzu, xalqımızı qorusun. Allah cəm şəhidlərimizə rəhmət eləsin, onları qəhrəmanlıqda böyüdən atalara, analara can sağlığı, uzun ömür versin. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Sizə də minnətdarıq ki, gəldiniz, çəkdiniz, çox sağ olun. Və şəhidlərimizi bir daha qeyd eləmək istəyirəm ki, yad eləmək, ziyarət eləmək hər birimizin müqəddəs borcudur. Yoxsa elə ziyarətgahlar var ki, məsələn, adır qoyublar, qərib seyid qoyublar, Hasaqaya qoyublar, Qoşaqaya qoyublar. Gedirlər, qurbanlar kəsirlər, ziyarətlər edirlər, göniyyət edirlər, neyirlər. Əsl ziyarətgahlar bunlardır. Bunlar bu günü bizə bəxş edirlər. Öz gənc yaşlarından canlarını qurban verməklə. Hər bir adı qazanmaq olar. Tutaq ki, hər hansı bir vəsait xərcləməklə, əziyyət çəkməklə. Ancaq şəhid adını qazanmaq üçün, əldə eləmək üçün gərək insan öz canlı vətən yolunda qurban versin, torpaq yolunda qurban versin. Onda bu səviyyə yüksəlmək olur. Bu da hər bir şəxsə nəsib olmur. Və bu dövr Zabit Himmətoğlu Hüseynov kimi millərlə şəhidlərimizə nəsib olmuşdur, qəhrəman gid oğullarımıza, Azərbaycanı mühasirmiş, zəfər tarixini yazmış və adları Azərbaycanımızın qəhrəmanlıq tarixinə qızıl hərflə yazılmış, müasir dövrümüzdə yüksək səviyyədə vətənpərvər ruhda böyümüş oğullar tariximizə daxil olmuşdur.